İcra hakimiyyətinə. Deyirəm, mən şəhid qardaşıyam. Deyirsən, şəhidin heç kimisən. Bunu zülmü Allah götürər. Axı mənim canım diyor, qanımdır. Axı mənim qanımdan ayrılır. Mənim atam böyüdü bunu. Eyni atanın oğlu yox, eyni ananın oğlu yox. Axı mən nətər mənim heç kimim diyor. Deyirsiz, şəhidi satsına malik deyörsünüz. Siz şəhidin heç kimisiniz. Onda bu şəhid göydən Allah vericisindən gəlib. Bunu da saxlayan ata-ana var da. Hal-hazırda yağışın palçığın altında. Yağışın palçığın leysanın altında. Bütün əlaqədar təşkilatlar hamısı susur bu işe. Susublar. Allahsızlıqdır bu. Yoxdur ədalət. Yoxdur haqq. Yoxdur vətəndaşın haqqını tələb eləyən. Şəhid nə şəhidə baxır, nə qaziyə baxır, nə Allaha baxır, nə bəndiyə baxır. Heç kimə baxmırlar qardaş. Başına dönür. Bu ədalətsizlikdən, bu Allahsızlıqdır bu. Bir ailənin 400 bin sən qoy çöldə, sonra da denən heç nə olmamış kimi otur denən ki, mənim məsələdən xəbərim yoxdur. Mən qardaş, mən eləmirəm heç sən. Öz də az yaşlı körpə balalarım, məktəbli balalarım yağışın, qarın, leysanın altında qalıb. Hara baxır? Əlaqədar təşkilatların hansına gedirəm, deyir, mən sənə nə eləyim? Mən sənə ev tikeyim, mən sənə kömək eləyim. Deyirəm, qardaş, mən vətəndaşam axı. Ne eləyim, götürün balalarımı hayına gedim. Hansı ölkənin vətəndaşlığını mən qəbul edeyim? Oktyabrın 10'unda. 10 oktyabrdan bu günə qədər 2 aydır. 2 ayda mənim balalarım zəlalət və zulüm altında yaşayır. Yağışın, leysanın altında yaşayır. Adiyeti qurumlarda hamısı susur bu məsələyə. Axı belə Allahsızlığı baxın ola. Gəncəni haqsız Ermənistan yandırdı. Ədalətsiz Ermənistan yandırdı. Ədalətsizcəsinə. Hem benim de yurdumu yuvamı Cəlilabad rayonunun Azər işığı yandırdı. Allahsız da Azər işığı. Bakın eyni statusdur. Orada da attı, raşeti dağıttı. Burada da ışıqla da benim yurdumu yuvamı dağıttı. Baktı, heç bir təhlükəsizliğini təmin edən bir sübut yoxdur orada.